Yəni mən özüm də çətinliklər çəkib həqiqətən gəlib çıxmışam buralara. Amma mən beləsinə deyərəm ki, düşünürəm ki, artıq bundan sonra hər nə qədər çətinliklər olsa da, o keçdiyim çətinliklər ki var, yəni ondan çox olmaz deyə düşünürəm. Çünki həqiqətən olub problemlərim çox olub. Amma artıq düşünürəm ki, ümidliyəm ki, inşallah ki, gözəl günlər artıq olacaq, gözəl günlər qarşıdadır. Artıq bir insanın içində başqa bir duyğu ki var, artıq ümid duyğusu. Artıq o daxilən insanı daha da ruhlandırır ki, daha da yaxşı olacaq. Həqiqətən sağ olsun burada, yəni Azərbaycanlılar da həqiqətən, yəni bu Danimarkada mən həqiqətən ya düşünməzdim. Rusiyada falan görmüşdüm. Onlar da pis deyillər. Yəni yaxşılar da var. Allah canlarını sağ eləsin. Mənə çox kömək olan insanlar olub. Allah canlarını sağ eləsin. İndi hal-hazırda şimdi Danimarkadayam. Başda yəni Seymur qardaş, Mehriban bacı olmaqla təşəkkür edirəm. Yəni onlar da mənə çox dəstək oldular. Yəni ev registrasiyalarından kimi onlar mənə köməklik elədilər. Ramin qardaş, keçən dəfə Elçingil məni Avrusa dəvət eləmişdilər. Evlərinə çox sağ olsunlar həqiqətən. Yəni buradakı Azərbaycanlılar çox sevindirici bir fərəh hissidir ki, bu yəni çox mehriban, çox cana yaxın həqiqətən. Çox sağ olsunlar. Mən də əlimdən gəldiyi qədər, yəni çalışıram ki, öz millətimə, yəni Avropaya gəlmə haqqında danışım, Danimarkaya gəlmə haqqında danışıb, daha da onları ruhlandırmaq istəyirəm sizlər ki, yəni siz də gəlin, siz də cəhd eləyin, qorxmayın, yəni itirəcəyiniz heç bir şey yoxdur vallahi. Yəni maksimum hər zaman deyirəm, təcrübə qazanmış olarsınız. Amma gəlirsiniz, yəni düşünməyin ki, mən də onları düşünmüşəm ki, qaçqın kimi gəldim, yəni bir yolla gəldim, sonra orada Skandinaviyada yəni qara işləmək çətindir. Sizi aldadacaqlar. Dokumentinizi düzgün şəkildə düzəldin, Avropaya girin. Bir də dəqiq bilin ki, Polşanın bəzi oturum kartları var ki, onu Polşadan başqa dövlətə gedib müraciət edib iş üstündən dəyişmək mümkün deyil. Ona görə dəqiq bilmək lazımdır. Litvadan dəyişmək olur. Başqa ölkələrdən tam dəqiq bilmirəm. Onu da dəqiq maraqlanın. Çünki sonra deyərsiniz ki, Polşa ilə gəldim. 2 illik Polşa oturum kartım var. Amma indi siz bunu istəyirsiniz ki, Skandinaviyada, Danimarka, Norveçdə iş tapmısınız dəyişməyə. Dəyişə bilməyəcəksiniz. Çünki mənim dostum Fuad 3 illik onun işçi vizası var Polşada. Skandinaviyadan deyiblər ki, o dəyişə bilmərik. O kartı siz bağlatdırmalısınız, ondan sonra dəyişməliyik. Yəni biraz beləsinə problemlər də var. Onları dəqiq araşdırın. Məlumat öyrənin. Sizin dokumentlərinizi düzəldən insanlara. Hər kəsə də inanmayın. Hər kəsə də deməyin ki, düzdür, siz də ümidlə deyirsiniz ki, mən gəlib çıxacam, bir səhər gedib çıxacam Avropaya, hər necə olursa olsun, amma yəni aldanmayın. Yəni valla baxıram, yəni səhifələrdə görürsən ki, insanlar artıq yorulub, insanlar deyirlər ki, bu Allahdır, o Allahdır. Bir ümidlə o pulu verirlər, axırda da sonunda çox hüsran olur, çox pis şeydir həqiqətən. İnşallah ki, kim Danimarkaya gəldi, yəni sağ olsunlar, dəstək olanlar çoxdur. Kim də gəldi, kommentlərə yazsın. Hər necəsi bir köməyimiz var. Bir necəsi köməkliyi, məlumat barədə, nə bilim, yəni hər necəsi əlimizdən gələn köməkliyi hər zaman əsirgəməli eləyəcəyik. Çünki bura gələndə mənə də köməklik eləyən insanlar var. Sağ olsunlar. Yəni çevrə yaratmaqda da onlar da çox mənə köməklik göstərdilər, sağ olsunlar. Seymur qardaş başda olmaqla. Yəni o həqiqətən bura gələnlərin çoxuna əl tutur, köməklik göstərir. Çox sağ olsun. Hər hansı sualınız olur, kommentlərdə yazın.
biz də sizə yəni bildiyimiz məlumatları gündə yəni video çəkməyə çalışıram. İnsanlarla əlaqə saxlayıb fikirlər öyrənməyə çalışıram. Mən də sizə yəni bu barədə köməklik göstərməyə çalışıram ki, məlumatlanın siz də. Sonra beləsinə bir şey də deyim. LinkedIn və ya başqa sitələr ki var, saytlar ki var. Onlara dəqiq maraqlanın. Çünki əgər siz ingilis dilini bilirsinizsə, LinkedIn üstündən siz özünüzə iş tapa bilərsiniz və o şirkətlə danışırsınız. Bütün şirkətlərin hər ikisinin zaten advokatları var. Şirkət advokatı ilə danışır və sizə dəvət vizəsi yollayır. Həmin siz dəvət vizəsi ilə özünüz düzəldə bilərsinizsə, özünüz dokumentləri işləyirsiniz və ya da ki, zaten o advokat sizin yerinizə bütün müraciətləri eləyir və randevu üçün sizə olan gün ki verir. Həmin günü Azərbaycanda səhv eləmirəmsə Skandinaviya üçün Norveç səfiri idi. O bilmirəm, səhv eləmirəmsə Vexi Globalda tam onu dəqiq bilmirəm. Yəni Norveç üstündən verilir Skandinaviya gəlmək üçün. Mən onu belə bilirəm, çünki bir qız vardı ki, Danimarka gəlmək üçün Norveç üstündən Danimarka vizası almışdı. Yəni yolları var, olur. Yəni çox məbləğlər də çıxmır. Sadəcə ingilis dilini bilirsinizsə, bu sizin üçün çox asandır. Mənim bildiyim LinkedIn-dir. Yəni ChatGPT-dən maraqlansanız, sizə çox ətraflı və saytlar ki var, onları verəcək ki, onun üstündən siz iş yeri tapıb e-maillə əlaqə saxlayırsınız. Onlar sizə nömrə verir, həmin nömrə ilə daha da ətraflı WhatsApp-la falan indi başlayırsınız danışmağa və artıq siz onlara göstərirsiniz ki, mən sizə lazımam. Əgər siz ona lazımsınızsa, onlar sizə, mən sizə deyirəm ki, 100% sizə dəvət yollayacaq ki, siz bura gələsiniz deyə. Çox məbləğlərdə çıxmır. Beləsə deyim, siz düşünməyin ki, kimsə mənim üçün nəsə eləyəcək, elə bir şey yoxdur. Araşdırın, maraqlanın. Biri olmaz, ikisi olar, üçü olmaz, dördü olar. Yəni 50 dənə yerə müraciət edəcəksiniz. Axır o 50 dənədən ikisi sizə cavab verəcək, biri cavab verəcək. Və o cavab verən ki, zaten siz ona maraqlı olduğunuz üçün sizə cavab verəcək. Beləncə, hər nə sorğu olsa kommentlərə yazarsın. Təşəkkür edirəm. Çox sağ olun.